Növbəti mövzumuz Sacilər dövlətidir. Sacilər dövləti Azərbaycan cənubunda yaranmışdı. Türk sahəsi tərəfindən yaradılmışdı. 898-ci ildə yaradılır. İlk öncə qeyd edim ki, Əbu Sac dedikdə dövlət yox, sülalən barəsidir. Bunları qarışdırmayın. Məhəmməd ibn Əbu Sac artıq dövlət yaradır. Onun oğluydu. 898-də adına pul kəsdirir, dövlət yaradır. Paytaxtı Marağa olaraq seçir. İlk paytaxt Marağa idi və Gürcüstan üzərinə yürüş edir. Sonra Yusif ibn Əbu Sac gəlir. O 918-ci ildə xilafət xəzinəsinə xərac göndərməyi dayandırır və onlar arasında müharibəyə səbəb olur. 917-ci ildə ərəbləri məğlub edir. Gürcülər üzərinə, ermənilər üzərinə uğurlu yürüşlər edir, onları asla salır. Rey şəhərini Samanilərdən alır, paytaxtı Ərdəbil şəhərinə köçürür. Yəni Sacilərin birinci paytaxtı Marağa, ikinci paytaxt Ərdəbil olmuşdur və Dərbənd səddi təmir olunur. Qeyd edim ki, Sacilər dövləti vahid halda birləşdirilir. Azərbaycan ərazilərini ilk olaraq vahid halda birləşdirən dövlətdir Sacilər, sonra Salarilərdir, sonra Səfəvilər dövlətidir. İlk birləşdirilən Sacilər dövlətidir və kim edir bunu? Yusif ibn Əbu Sac. 941-ci ildə Deysəm son nümayəndəsidir. Salarilər tərəfindən bu dövlətin varlığına son qoyulur. İndi isə gəlin qısa sual-cavab xarakterində soruşum. Sacilər dövlətinin sülaləsinin banisi kimdir? Dövləti yaradan kimdir? Vahid halda birləşdirən kimdir? İlk paytaxt hansı şəhərdir? İkinci paytaxt hansı şəhərdir? Nə vaxt yaranır, nə vaxt süqut edir? Gürcülər üzərinə yürüş edən Saci hökmdarları kimlərdir? Dərbənd səddi kimin dövründə təmir olunur? Və xilafət xəzinəsinə xərac göndərməyə kim dayandırır? Neçənci ildə? Dövlətin varlığına nə vaxt son qoyulur və kimlər tərəfindən? Sonuncu Saci hökmdarı kim olur?